Hər kəsə salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olarsınız. Bu gün də sizlərlə birlikdə car parkingdəyik. Car parkingdə yeni bir video, yeni bir güncəlləmə ilə qarşınızdayım uşaqlar. Keçən videomuzu car parkingdəki bu güncəlləməyə baxmışdıq. Və uşaqlar, desəz ki, niyə dalbadal car parking videolar? Çünki güncəlləmənin maşınlarını uşaqlar biz yoxlamalıyıq, maşınlarına baxmalıyıq. Narahat olmayın, başqa videolar keçəcəyik. Car Sealer Simulator'un davamı gələcək. Narahat olmayın, PUBG-də oynayacağıq. Modo 2 fikrim var çəkəm. Nəysə, onları eləyəcəyik. Bugünkü söhbətimiz car parkingdən olacaq. Mən uşaqlar maşınları aldım, amma hamısını ala bilmədim. Bir dəqiqə buradan mən göstərim hamısını. Bax, burada olan, bax, bunu aldım. Mustang olmalıydı. Deyəsən bunu aldım. Chevrolet pick-up olanı aldım. Camry'ni aldım. Celica'nı aldım. Toyota Celica. Bir dənə qaldı bu Mercedes. Onu da ki uşaqlar hələ tapa bilməmişəm. Əgər uşaqlar, baxın, mən sizə takaslıq maşınlarımı göstərəm. Kimdə varsa, aydını da bax bura yazarım ya da yoruma yazarım aydını. Baxın, göstərin bir maşınlarımı. Bax, bu maşınımı verirəm. Bu maşın 414 HP-dir. 414 HP-li, çizimli, hiləli, yəni gigili, bir də krom diskli. Maşında Bentley'dir, 500 coin'dir. Bunu əgər həmin o Mercedes'dən varsa gətirin, bundan barter eləyəcəm. Sonra burada Mercedes var belə. Baxın bu 1695 HP, krom, çizimli. Bax belə bir dənə Mercedes'dir. Qırmızı olandan, pullu $10 olandan. Bunu da əgər o bu təzə gələn şey var ya, bir dəqiqə göstərmə mən sizə. Bu Mercedes'dən varsa sizdə gətirin, bundan barter eləyəcəm. İndi aydın yazacam yoruma. Məsələn, bu Koenigsegg olsun. Bax budur. Bu da 1615 HP-dir, 95 HP-dir. Yəni yüksəlsəm elə olacaq. Bir də ki bu da 1695 HP. Pagani, Koenigsegg. Yəni belə maşınlarım var. Yəni istədiyiniz qədər çoxlu çizimlər var. Lap istəsəz baxın. Təzə gələn pick-up var ya. Yəni buna da ehtiyacınız varsa bununla da barter eləyə bilərəm. Belə bir dənə pick-updır. Bir dənə hiçbirisi də yox. Hiçbirisi 926 şey olmaz. Yəni bu maşınlar məndə var. Bunlardan birini istəyirsinizsə həmin o Mercedes'dən tapın. Gətirin barter eləyirik. Nəysə. Bizim indi söhbətimiz nədəndir? Elə pick-updan başlayaq. Birinci maşını yoxlamalıyıq. Single'a girəm. Sonra uşaqlar videonu davam eləyən vaxtlarında həmin o Mercedes'i özümüz axtaracağıq. Azərbaycan serverinə bağlı girirəm, adam bütün əsəbləşir. Ancaq bu fersizlər axtarırlar da. Girirəm, deyirəm Mercedes kimdə var belləri. Bu fersiz var, bu fersiz 17 kimdə var. Ayda çox belə, yəni çox uşaq deyir. Dəhşət deyəs ki, sən uşağım bildim. Başa düşdüm ya, mənim də yaşım çox deyil, amma bunların elə bir 3-4 yaşları var, əllərinə telefon veriblər. Elə bilirlər ki, zordular da bunların bu fersiz 17'lər olanda. Məndə də var, amma mən bu qədər takıntılı deyiləm. Yeni güncəlləmələrə yəni odaqlanmışam. İçinə bir dənə baxaq. İçinə indirməmişəm. İçinə indirdim, gəldim. Uşaqlar, içi belə yenə bir dənə monitorumuz var. Belə taxta şeylə düzəldiribdir. Bundan sonra uşaqlar, bütün güncəlləmənin hamısını belə ayrıntılarla yoxlayacağıq. Arxada 4 nəfərlikdir. Göstəriciləri belə. Aha, qalstukumuz var. Nəysə. Belə bir dəqiqə, mən bunu arxaya bir dənə versəm. Buradan da bir dənə baxavırdıq, hər şey. Aha, burada bir dəqiqə, mən bunu necə qaldı orada, nəysə, eyb olmaz. Sonra içi belə stok vəziyyəti deyil bu dəqiqə. Belə bir dənə logo eləmişəm, logo o qədər də yaxşı olmayıbdı, amma nəysə. Bizim bunun 926-sında 926 yəni hamısı eynidir. Məncə 425-26 HP-də gəlirdi bu. Bir dənə bu maşın üçün 926 HP-nin sürətinə baxaq. Yəni maşın dəyişir. Elə olur 300-ə çıxır, elə olur 200-ə çıxır. Elə olur 150-yə gücdən satır. Yəni maşın 926 HP dəyişir. Baxaq. 240, 200. Məncə 300-ə çıxacaq bu maşında. Yəni 300-ə çıxsa çox yaxşı. Yəni daha çox sedan yarış maşınlarına oxşayan maşınlarda 300'ə çıxa bilir. Yəni bunda da çıxsa yaxşı olardı. Aha, gəldik. Xəritə bitir. 320. Elə bir şeydir. Elə bir şey. 320. Yəni biz yoxlayaq.
Orada qəza olmadı. 926 320-yə. Yəni pick-up üçün çox yaxşıdır bu. Bura sonra gətiriblər belə bir dənə bir şey gətiriblər. Arxaya deyəsən qoymağa bahanə qoy. Əslində qəşəng durur, ala bilərəm. 30 coin-də elə aldım da. Bunu heç görməmişdim. Arxaya bax, bunu belə bir şeydir. Bunsuz da belə görünür. Bundan daha qəşəng olur. Sonra belə çoxlu kitlər gətiriblər. Yəni body kitlər, yəni çox olmağı bütün maşınlara çox yaxşı. Mən məsələn bunu almışam. Sonra belə bunlar gedir premiuma. Premiumda bunları verirlər. Nəysə. Sonra arkada da 2 dənə, arxaya çox bir şey gətirməyiblər. Mən elə sadəsində belə saxladım. Çünki bu çox şit idi. Sonra kənarlarında bunlar da mən bundan almışam. Bunlar premiumdur. Məncə bu daha yaxşıdır. Yəni premiuma gətirmədilər, daha yaxşıdır. Kapotdakı bu formada, premiumda belə. Hə, bir də arxaya qoymalıq. Bunlar yenə premiumdadır. Bu iç tərəfdə bax, içə baxın bir dənə. Bax bura baxın. Belə. Bu maşında çox da bir şey yoxdur. Nəsə, yəni yaxşıdır. Yenə də yaxşıdır. Pikabımı yəni gətirməsələr də olardı, amma nəsə day. Öldürəsəlik olacaq game-i. Gəldik Selikamıza. Deyəsən Kelikadır. Selika nəsə belə lap Selisa, yəni belə bir şeydir. Yəni Toyota'da əsas. Bu həmin o yarışda qazanmaqda verir. Yəni mən cəmaatdan aldım. Yəni o yarış eləməyə ehtiyac yoxdur onsuz da. Heç o yarışı da belə eləmirəm o Mercedes üçün. Onsuz da premium lazım. Mən də premiumu almamışam. Nəysə, body kitlərini falan baxacağıq. Bu maşına belə bir dənə Toyota logosu eləmişəm. Bu loqonu daha da yaxşı eləyəcəm. Çünki Toyota logosu biraz daha da yaxşıdır. Belə bir nömrə eləmişəm. Yarış maşınlarına uyğun. Yəni bu formada içini də indirmişdim deyəsənə. İçinə də baxa. İçi bu sağ tərəfdən imiş. Yəni qəşəng Yapon maşınları kimi çıxolları falan əyaladır. Çıxol yəni silinalar yaxşıdır. Bunda amma monitor yoxdur. Yəqin ki, köhnə maşın olduğu üçün monitor qoymayıbdılar. Nəysə, arxa şüşəni də belə elədiyim. Yəni güya ki, indi göy kimi bir şey qoyublar, amma mən də buna güya effekt verdim. Yəni effekt verməyim yaxşıdır. Bir dənə o yaxşıdır. Diskləri də 100 coin'lik qoymuşam. Yəni belədir. Bu neçə HP-də? Bu deyəsən 1695 olmalıdır. Hə. Görürsüz, yəni 1695 HP ilə almışam. Özüm yəni qazansaydım yarışları, mənə 925 HP-də verməyəcəkdilər. Buna da bir dənə maksimum sürətinə baxaq. 1695 HP-də 925 dedim. Aha. Body kitlərlə buna da baxacağıq. 300, 400. 400-ə çıxıb. Valla, məncə yaxşıdır. Yəni, ralli nə gün işlə? Məncə ralli maşını, yəni ralli maşınına görə çox yaxşıdır. 400 HP, 400 km sürət. Belə, yəqin ki 400 biraz yavaşladı. 415, 416 yəqin ki dayanar. Yəni, siz desəz ki, hamısında eynidir. Maşından maşına fərq edir. Çox dəyişir. Bu nə idi, bu nə idi? Bir şey var idi burada. Standartdakı bu nədir? İçinə nəsə qoyulur yəqin ki. Custom, hə. Bu Dacia'da da var idi. Belə yaxşıdır, belə qalsın. Gəldik bunun body kitlərinə. Tez danışıram ki, digər maşınlara da vaxt qalsın. Hələ o birisi maşını da axtarmalıyıq, Mercedes'i. Belə bir şeydir. Bax, burada belə bir yazısı var. GT4. Maşının adını qəribə qoydular, neysə. Hə, bunlar şeylərdir. Mən karbon olanını almışam. Sonra qabağa gələndə, qabaqda birincisi bu stokdur. Buna da gələndə qabaqda 2 dənəsini nəsə bağlayır. Mənasız bir şeydir. Məndəki bundandır. Bu da ki, belə. Yəni, buna da body kitlər çoxdur. Dəhşət çoxdur özdə. Buna baxın bir dənə. Çox qoyurlar. Yaxşıdır. Bu da, yəni, çox olması yaxşıdır. Mən niyə bunu yox? Bunu almışam. Bu da yaxşıdır axı. Nə istəyib olmaz. Qıraqları da bu formada. Kapotdan mən heç almamışam. Hə, özü yaxşıymış. Özünki daha yaxşıymış. Bu nədir? Üstünə bir dənəsində qoyurlar əlavədən. Bu nədir? Hə, bu şərpələr. Aşağı şərpələr imiş bu da. Sonra bunlar da üstə qoymalıq. Məncə ən yaxşı, ən gözəl yaraşan elə budur. 90 coin almışdım onu, neysə. Yəni bu maşında belədir, 410 falan çıxırdı. Gəldik Camry'mizə. Camry'ni elə buradan bir dənə incələyək. Bu da Toyota Camry idi də, hə? Hə, deyəsən. Mən də bunun logosunu düzəldim. Əsəbimə toxunur logo. Məncə əvvəlki daha yaxşı idi. Amma yəni Toyota'nın logosu belədir. Daha incə olması, yəni belə incə daha yaxşıdır da, yəni.
Mən vallahi yəni Toyota'nın logosuna görə belə eləyirəm. Bu da mən vallahi yəni yaxşı oldu. Məncə yaxşı oldu. Bunu da bir dənə içinə indirək ki, göstərə bilək sizə. Yəni olmayanlar üçün deyirəm. Olanlar özünüz bir zəhmət videoya ayrılın, gedin özünüz yoxlayın. Zərf edirəm. Sizin üçün hər şey eləmədi. Bir dənə sizə məndən maşın istəməyin çünki bu dəqiqə maşın qıtlığı yaşayıram. Yəni neçə dəfə mən dolandırıldım da şey üstündə, bu Mercedes üstündə. Bir 3 dənə çizimimi bahalı özə, yəni dəyəri çox yüksək olan çizimimi itirdim. Bu Mercedesin üstündə. Dedilər ki, da mən də Mercedes o qədər istirdim ki, mən inandım da. Dedim ingilislərdə yəqin ki, şərəfsizlər çox çıxmaz. Dedilər ki, 1-ə sat, sonra mən də satacağam. Məndə işləmir. Satdım, çıxdılar. Yenə həmin formu satdım, yenə çıxdılar. Yenə həmin formu satdım, yenə çıxdılar. Sonra da elə deyənlərə çıxıram birbaşa. Aha, gəldik bu maşınımızın içini, başını, çölünü, ayağını yoxlamağa. Bunda da eşşək boyunda bir monitor. Bunu dəyişməyəm. Məsələn, monitora sensorunu eləsəydilər, biz toxunanda falan eləyəndə bir şey gəlsəydi, o yaxşı olardı. Maşının içi çox qəşəngdir. Bunu əvvəldə görmüşdüm. Qəşəng remenləri falan, hər şey yəni zordur da belə sideniyalar falan. Yəni bunun üstündə çox işləyiblər. Bir dənə biz bu şeyə də baxa bilsəydik, yaxşı olardı göstərgəyə. Hə, göstərgədə çox bir şey yoxdur. Ha, bu yaxşıdır. Yəni mən qaz verəndə bu şeydə özü də tərpənir. Bu yaxşıdır. Oba! Mən hətta sürətlə sürəndə burada vites dəyişməkləri də göstərir. Bu da yaxşıdır. Sonra bir də çöldən baxacağıq maşına. Arxasında belirləmişəm bu bayaq göstərdim loqoları. Sarı rəngdə mən sarı daha qəşəng yaraşır. Hətta mən bu maşını bolt da eləyə bilərəm, amma bahalı maşına yaraşmır. 926 yox. Bunu yoxlamışdım. Bunu yoxlamaya ehtiyac yoxdur uşaqlar. Bu 220 ilə, maksimum 220 ilə gedirdi 926-da. Yəni pikap bundan sürətlidir. Niyə? Ondan başım çıxmalı bir dənə. Nəysə, Camry-ni yəni gətirməkləri yaxşı olubdu. Bir köhnə Camry də təzə Camry-nin olması məncə əla olubdu. Bir dənə o Mercedes çox sətini eləməsəydilər, premiuma bir gicəllik bir dənə maşın qoymalıdılar da mütləq. Aha, gəldik Mustang'ımıza. Səhv eləmirəmsə Mustang, yəni səhvim varsa düzəldə bilərsiniz. Logosuna elə birinci buradan baxaq, ya da çıxaq elə yolda baxaq. Yolda da özümüz sürərik. 1695 speedi bu arada. Bax, bunu da logosunu yəni məncə Forddur. Çünki Fordun logosu məncə biraz belə oval olmalıdır. Bundan tam yumrudur. Nəysə, şolar yəni səhvim varsa deyərsiniz. Məncə Ford deyil bu. Sadəcə Mustang'a çox oxşuyur. Nə işıqlığa keçək. Aha. Baxırıq birinci içinə. Bunda da yəqin monitor falan olmaz. Çünki köhnə maşındır. Oy, bu nədir? Viper nədir ola? Viper niyə ki? Amma yəni klasik adı da bu. Oy da əla. Vallahi billahi əla. Çox süper. Bax Sidney'ə bax bu. Çox xoşuma gəldi. Yəni bunun belə yerə atılmış olması çox qəşəngdir də. Rolaba bir dənə, rolaba. Köhnə his gəlir belə 1970'in Alman iyisi gəlir. Alman niyə bilmədim. Amerikan olmalı nəysə də. Göstərgəyə bax bir dənə. Ayda çox qəşəngdir axı. Maksimum 120 ilə gedir maşın. Göstərgədə elə bu yəni niyəsə çıxdı şey. Qırmızıya baxımdan qırmızı şey getdi. Yo valla 1695 olması lap qəşəngdir. İçinə falan bax bir dənə. Oy, çox əladır axı. Nəysə maşınımız belə yaşıl rəngdə eləmişəm. Təkərləri belə, bura belə bir şey, qara bir şey atmışam. Qabağını belə desenləri eləmişəm. Yəni onun eləməsini inşallah sizə göstərərəm. Mən bir dənə bunun şeyinə baxmaq istəyirəm. Heç yoxlamamışam da. Bir dənə bagajı açılsın. Bagajını açsam onu çox görmək istəyirəm də. Yəni niyə bu? Niyə bunun hamısı açılmadı? Yəni o təkəri niyə ora qoymuşsan ki? Adam niyə zülmlə buradan başını soxsun içəri, təkər oradan çıxartsın? Yəni hamısı açılsaydı yaxşı olardı. Nəysə. Kapotdakı oba. Nə yazılıbdı burada? Zıpımı. Performans, high performance. Yəni yaxşıdır. Yəqin o vaxtda Fordların üstündə car parking yazılmış. Qapıların da belə açılması nəyəcə bunlar olsa bütün maşınlarda olan bir şeydir. İçi falan buradan da qəşəng görünür. Buna da yəni qəşəngdir. Bunu gətirməkləri yaxşı olubdu. Mən Mercedes ala bilmədiyim üçün çox əsəbləşirəm. Yəni nəysə, bütün maşınları məncə yoxladıq. Bütün yəni 4 dənə maşın, 4-ünü də yoxladıq. Pikap yoxladıq, Selikanı
Kelikadı neyse onu da yoxladı. Camry də bu Ford Mustang dediyimiz Mustang olmayan maşını yoxladı. Neyse uşaqlar, bu günlük bu qədər deyirəm. Bu Mercedes'i axtaracağam özüm. Yəni videoda axtarmanın yeri yoxdur. Bilirəm ki, onsuz tapamayacağam. Özüm taparam, sonra onun da short formada, yəni short videoda yoxlanışı gələn inşallah uşaqlar. Sağ olun, bu günlük bu qədər. Aydımı da yorumun altına yazacağım. Bayaq dediyim, lap uşaqlar, bax bu maşın var, bax bu maşın. Bu maşın da belə qəşəng çizimli. Görməsiniz bir 1695 tipi. Bunu da verərəm, yəni o Mercedes'in qarşılığında. Siz tək o Mercedes'i tapın, lap kimdə varsa verin. Yəni bu qədər. Başqa da maşınların hamısını mən sizə göstərdim də, nəyim var, nəyim yox. Lap bu da var. Yəni bunu da verə bilərəm. Belə də qəşəng bir çizimdir. i8'in üstündə. Yox, heç bir şey azıymış. Nəysə, yəqin bunu istəmərsiniz. Bütün göstərdiyim maşınların hamısını bax, adlarını bir-bir deyirəm. Bax, bu Pagani'dir. Hansını istəyirsə deyin. Qarşılığında barter olunur. Bu təzə gələn Mercedes-dir. Bax, bunun adı Pagani'dir. 1695 tipi miqalkalı. Bu maşının adı Koniseng. Koniseng'dir. Yəni uşaqlar üçün deyirəm, bilməyənlərimiz var bəlkə də. Koniseng'dir. Sonra hansı var idi, bir dəqiqə mən hansı maşına göstər. Hə, Mercedes, bunu yəqin hamınız bilərsiniz. Qırmızı rəngdə pullu Mercedes. Bentley'dir. Bentley'ə çox tələbat var. Yəni hamı istəyir bunu. Odaya girən kimi istəyir, sadəcə istəyənlərdə də Mercedes olmur. Bu sonra bir də ki bu bu maşının adı i8 idi bu, bir dəqiqə. i8-i mən görsəm, hə, i8 idi bu maşın. Göstərdiyim belə maşınlar. Bunun heç adını da bilmirəm. Lap yaxşı. Bunu vermərəm. Bunu göstərdiyim maşınlardadır. Yəni bunu vermərəm. Bunun adı mən valla heç bilmirəm bunun adı nədir. Siz bilirsiniz, deyərsiniz. Neyse, göstərdiyim maşınlarla da bu təzə gələn Mercedes barterlikdir. Sağ olun, özünüzə yaxşı baxın uşaqlar. Hələlik, görüşərik.